Salam, hər vaxtınız xeyir. Bugün Kadayıfdan bülbül yuvası paxlavası hazırlayacağım. Əvvəlcə yağı əridirəm. 160 qram yağı əritmişəm bu şəkildə. Sonra 2 stəkan, yəni 400 qram şəkər və 2 stəkan da sudan istifadə edirəm. Ocağın üzərinə qoyuram. Üzərinə bir dilim limon sıxıram və limonu mən qabığın içinə atmıram. Onda biraz acı olur. Ona görə də atmıram. Sadəcə suyunu sıxıram və tam şirə halına gələnə qədər qaynadıram. Qaşığı belə qaldırırsınız. Əgər axırıncı damcı gec düşürsə, demək şirə hazırdır. Kadayıfı mən Türkiyədən alıb gətirmişəm. Kadayıfı alan bir gündən, yəni hazırlanma müddətindən baxırsınız, 6 ay ərzində dondurucuda saxlamaq olar. Mən kadayıfı dondurucuda saxlayırdım. İndi hardasa 3 saat əvvəl çıxarmışam. Donu açılıb. Daha sonra padnosa qoyuram bu şəkildə. Üzərinə əritdiyim yağı əlavə edirəm. Daha sonra bu şəkildə belə ovuram ki, yağ tamamilə hər yerinə yayılsın. Bunu mütləq etmək lazımdır ki, yağ kadayıfın hər yerinə yayılmalıdır. Tam yağı hər yerinə yayıldığını gördükdən sonra artıq başlayıram mən kadayıfdan bülbül yuvasını hazırlamağa. Bülbül yuvasını mən YouTube'da baxmışam, hərə bir cürə hazırlayır. Mən isə öz ideyamla etdim. Yəni stəkandan kruşkadan istifadə etdim. 200 qramlıq kruşka, balaca bir kruşkadır. Bu şəkildə götürürəm. Və götürürəm, üzərindən basa-basa kruşkanın içərisinə doldururam. Daha sonra içərisində oyuq əmələ gətirirəm bu şəkildə və içərisini bolluca qoz fındıq əzintisi ilə doldururam. Deyim ki, əvvəlcə altdan 2 ədəd fındıq qoydum mən. Daha sonra qozu bu şəkildə mən blenderdən keçirməmişəm. Qoz iri şəkildə olmalıdır. Əlimdə sadəcə bıçaq vasitəsilə mən doğramışam. Daha sonra 2 qaşıq qozu qoyduqdan sonra üzərinə yenə fındığı qoyuram və üzərindən basıb bu şəkildə dağıtmamaq şəkildə belə götürürəm və qoyuram soba qabına. Məndə burada hardasa kadayıf 1 kilodur. 1 kilo üçün mən 160 qram yağdan istifadə etdim. Gördüyünüz kimi yağ kadayıfın hər tərəfinə yayılıbdır. Yəni kadayıf tamamilə yağlıdır. Bunu mütləq etmək lazım. Çünki sobada qızardıqda əgər yağ dəyməsə, onda kadayıf yaxşı qızarmır. Yenə dediyim kimi içərisini oyuq şəkildə düzəldirəm. Amma elə etmək lazımdır ki, alt hissəsində oyuğu alt hissəyə qədər etmək lazım deyil. Və əvvəlcə fındıq qoyuram. İçərisini necə istəyirsinizsə doldura bilərsiniz. Hətta yer fıstığı ilə də doldurmaq olar. Necə istəyirsiniz, necə arzu edirsinizsə. Yenə dediyim kimi üzərindən basıram və yavaş bir şəkildə bu şəkildə götürüb qoyuram soba qabına. Gördüyünüz kimi indi soba qabını da siz göstərəcəm bu şəkildə. Kruşkadan götürdükdən sonra, yəni əlinizi tərpətmədən yavaşca bu şəkildə qoymaq lazımdır. Gördüyünüz kimi necə göstərirəmsə qoymaq lazımdır. Və bu şəkildə qoyduqdan sonra heç bir dağılma da olmur. Üzəri tam qızardıqdan sonra üzərinə də hazırladığımız şirəni əlavə edəcəyik. Sobaya qoyduqdan sonra sobanı mən əvvəlcə 180 dərəcədə etdiyim 180 dərəcəyə qoydum, amma gördüm ki 180 dərəcədə qızarmır, ona görə 200 dərəcəyə qaldırdım. Gördüyünüz kimi bu şəkildə nar kimi qızardı və indi isə üzərinə şirəni əlavə edirəm. Əvvəlcə hərəsinə bir xörək qaşığı, daha sonra isə yenidən yerdə qalan şirəni hamısına hardasa 3 dəfə mən üzərinə 3 xörək qaşığı hərəsinə əlavə etdim. Şirəni üzərinə əlavə etdikdən sonra hardasa 1 saat ya saat yarım gözləmək lazımdır ki, şirənin içərisində qalsın. Və yadımdan çıxıb mən çəkməmişəm də necə içərisini göstərməyi, içərisini necə alınıbdır. Üzərindəki qozun fındığın belə qara alınmasına baxmayın. Elə bilərsiniz ki, yanıb, amma yanmayıbdır. Çox gözəl qızarıb. Mütləq hazırlayın. İzlədiyinizə görə təşəkkür edirəm.